Salam, bu vloqumuz MİQə hazırlaşan müəllimlər üçündür. MİQə hazırlaşarkən hansı məqamlara diqqət yetirmək lazımdır? Təbii ki, birinci, hər bir sinif dərsliklərində verilən xəritələri kiçik məqamlarına qədər diqqət etmək, təhlil etmək, öyrənmək. Təbii ki, xəritəni əzbərləmək mümkün deyil. Sadəcə olaraq hər xırda məqamlarına diqqət yetirməliyik. Öyrəndiyimizi tətbiq etmək üçün təbii ki, yaxşı vəsait də, test vəsaiti lazımdır. Baza zəifsə əgər güvənlə başlamağı məsləhət görürəm. Yox, əgər baza güclüdürsə, güvənlə yanaşı bizim test topluluğunda işləmək məsləhətdir. Amma MİQə gedirsinizsə, mütləq bizim test topluluğunu işləyin. Xəritə biliyiniz zəifdirsə, xəritə sxem topluluğu sizə bu yolda kömək edəcək. Məsələ biliklərimiz zəifdirsə, məsələ topluluğumuz bu yolda sizə bələdçi olacaq. Bəs oxumaq üçün hansı vəsaitlərdən istifadə etmək lazımdır? Təbii ki, sinif dərsliklərini xırdalığına qədər təhlil etməlisiniz, bilməlisiniz. Bəs sinif dərslikləri 6-11 səbrimiz çatacaqmı bunu bir-bir təhlil etməyə? Təbii ki, xeyr. Ona görə də nə etməliyik? Özümüz hazırlaşırıqsa, çıxış yolumuz yoxdur, məcburuq özümüz təhlil edək. Yox, əgər müəllimlə hazırlaşırıqsa, müəllim il sonunda bu sinif dərslikləri, lazım olan hissələri sizlə təhlil edəcək. Və müəllimin sizə verdiyi materiallar, oxu materialları sinif dərsliklərini əhatə etməlidir. Məsələn, biz belə bir konspektlər veririk müəllimlərimizə. Sxemlər, qrafiklər vasitəsilə daha rahat şəkildə öyrənirlər və dərsliyi tamamilə əhatə edir. Müəllim seçimini də düzgün etmək lazımdır. Çünki bu yolda müəllimdən və sizdən çox şey. Düzdür, əsas məsələ sizdən asılıdır, amma müəllim də bələdçidir deyə sizə çox düzgün istiqamət verməlidir. Bax, belə bir quizlərimiz var, gündəlik quizlərimiz. Müəllimlər hər gün quizə daxil olaraq işləyirlər, orada vaxt gedir, vaxtla işləyirlər ki, imtahanda vaxt problemi olmasın. Eyni zamanda aylıq sınaqlarımız da var. Hər ay bir dəfə belə sınaqlar, il sonunda isə çoxlu sayda bu formada sınaqlar işləyirik ki, müəllimlərimiz hər tərəfli imtahana hazır olsunlar və